Hasrete çevrildi bakışlarınız, kanlı sekilerde akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan. Hörmətli tədbir iştirakçıları, bugün buraya toplaşmamızın məqsədi Şirvan şəhər şəhidi Elvin Sarvanoğlu Şıxəliyevin doğum günü anmaqdır. Elvin Şıxəliyev 1995-ci ildə 5 iyunda anadan olmuşdur. O 2013-cü ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdə olduğu zaman manqa komandiri, kiçik çavuş rütbəsi almışdır. Elə hərbi xidmətdə olduğu zamandan Elvin öz əskər yoldaşları arasında xüsusi şücaəti ilə tanınan bir şəxs kimi tanınmışdır. 2020-ci ildə bildiyiniz kimi Azərbaycanın işğal altında olan torpaqların azad edilməsi uğrunda Ali Başkomandanın əmri verilən kimi Elvin Şıxəliyevlə ilə könüllü olaraq hərbi xidmətə və müharibəyə yollanmışdır. Və müharibə yolunda da, döyüş yolunda da o torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Elə 2020-ci il 14 oktyabrda vəfat etmişdir, şəhid olmuşdur. Dövlətimiz bütün şəhidlərə, bütün şəhid ailələrinə olduğu qarşısı kimi Elvini də öz ölümündən sonra, vəfatından sonra igidliyə görə medalı ilə, Hadrut uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə medalla, Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərə görə medalı ilə və digər medallarla təltif edilmişdir. Bugün Elvin və onun timsalında olan bütün şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarımızın keçdiyi döyüş yolu bizim üçün bir örnəkdir. Bugün buraya toplaşıb belə tədbirlərin keçirilməsi gələcək nəsillərimiz üçün böyük bir örnəkdir. Çünki insan nə zaman ölür? Biz həmişə deyirik ki, şəhidlərimiz heç vaxt ölmür. Şəhidlərimiz həmişə xatırlanır, yadda qalır. Elə o zaman da unudulmursa demək o daim bizim qəlbimizdə yaşayır. Biz də Elvinin timsalında hər an belə tədbirlərin keçirilməsi də onların daim gələcək keçdiyi döyüş yolu, qəhrəmanlığın, göstərdiyi şücaətin gələcək nəsillərimizə çatdırılmasında böyük rol oynamağa çalışır. Bugünkü gündə Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirik. Müharibə iştirakçılarına, sağlamlığını itirmiş müharibədə Azərbaycan vətəndaşlarına Allah'tan şəfa diləyirik. Qəhrəman şəhidimizin bugünkü doğum günü eyni zamanda gözəl bir günə, bayram gününə təsadüf edir. Bugün Qurban Bayramı günüdür. Bu bayram münasibəti ilə mən şəhidimizin ailə üzvlərini, burada toplaşan Şirvan şəhər ictimaiyyətini təbrik edirəm. Möhkəm can sağlığı arzulayıram. Bol ruzu bərəkət arzulayıram. Və arzu edirəm ki, Allah bundan sonra Azərbaycan xalqına, Azərbaycan millətinə heç bir ağrı acı yaşatmasın. Millətimiz daim sülh, əmin-amanlıq içərisində yaşasın.
Allah rahmet eylesin. Bugün bu tədbirimizdə dövlət qurumlarının nümayəndələri də iştirak edir. Eyni zamanda Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının nümayəndəsi də iştirak edir. Və çıxış eləmək üçün sözü mən verirəm Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının nümayəndəsi Natiq müəllimə. Buyurun Natiq müəllim. Tədbirdə iştirak edən hər kəsi salamlayıram. Allahdan rəhmət diləyirəm Elvinə, Elvinin ailə üzvlərinin can sağlığı diləyirəm Allahdan. Elvinin tüm sağlığında olan bütün şəhid valideynlərinə Allah can sağlığı versin, Allah səbir versin diləyirəm. Allah rəhmət eləsin. Amin. Amin. Çok sağ olun. Bugün burada qəhrəman qazilərimiz də iştirak edir. Bəlkə kimsə çıxış eləmək istəyən, söz demək istəyən var kimsə? Şəhid atalarının adından çıxış eləmək üçün sözü verirəm Alim müəllimə. Alim müəllim, buyurun. Sağ olun, Allah sizden razı olsun. Ben söz verdiğinize göre teşekkür ederim, sağ olun. Şəhidin onları qarşısında başlayalım. Allah'tan sabır dilerim, Allah sabır versin. Bugün biz yığışdığımız Şəhid Elvinin bizim xatirələrimizdən necə? Şəhid Elvi mənim şəhid oğlum Zülfüqarla eyni yaşlıdır. 31 maydan olub, 6 il. Oğlunda 5 gün, 6 gün fərqi var. Onlar bir yerdə böyüdülər, bir yerdə oxuyurlar. Onun atasıyla mənim həyat yoldaşım bir yerdə bir sınıfda oxuyurlar. Çünki bu ailə bizə yaxın. Elvin müharibə girməmişdən əvvəl babasına deyir ki, mən gedim müharibə, vətən müharibəsində. Babası biraz tərəddüd edindən sonra get, vətən səni çağır. O belə bir baba tövsiyəsini alandan sonra müharibəyə getir. Doğrudan da ki, o babanın tövsiyəsi onu zirvələrə qaldırdı, şəhidlik zirvəsinə qaldırdı. Elvinin şəhidlik zirvəsi həmin nəslin, həmin familiyanın Azərbaycan tarixində qız ayrılıqlarla yazılmasına səbəb oldu. İki ağır şeydir, doğrudan bir şeydir. Bir çıxışlarında mən deyirdim, dağ çəksəydi, evlatlarda dağda dağ çəkərdi, o dağ bunların sinəsinə çəkilir. Ancaq sinəsinə çəkilən dağ, bunları dağlara yüksəldi. Allah bunları o dağlardan əsirgələmiş, həmişə zirvədə olsunlar, səbirli olsunlar. Allah bu Elvin balamıza qəni-qəni rəhmət eləsin, yeri cənnəti behiştli olsun. Sağ olsun, Allah kömək olsun. Çok sağ olun Allah. Şəhidin ailə üzvlərindən var kimsə bəlkə? Ben bir baba, Babasıdır. Ha, buyurun. ben bir baba olarak Evet. hamımıza kalbinden keçen, ben de kalbinden keçen. Fikirləşək, bu şehitler bize ne ettiler? Bu şehitler bize çok şey verdiler. Vətən verdiler, sevgi verdiler, ruh verdiler. Bu anaların könlünün yerinde elediler. Ana həmişə evladının yolun gözleyen olardı, yolun gözlerlerdi, onların Evet. sətini gözleyerlerdi. Namusunuzu Ben bu qeyrətinizi anaların özünüzə karşısında qaytarın. başa girəm ki, elə bir tərbiyəli uşaqlar göndərdiler ki, hamımızın ürəyindən oldu. Onlar getmişler müharibəyə, qələbə saldılar. O buzu tərəfini fikirləşirəm ki, əgər bu qələbə salınmasaydı bizim başımız nə bəlalar çəkəcəkdi. Onun qarşısını aldılar, vətənə qalib gəldilər, vətənimiz bütövləşdi və başçımız bəs İlham Əliyev hər çıxışında deyir, mən şəhidlərlə fəxr edirəm. Əgər şəhidlər olmasaydı, biz qalib gələ bilməzdik. Mən bu sözləri onun danışıq vaxtında eşitmişəm. Mən sevinirəm, qürur hiss edirəm ki, belə bir anaların, belə bir oğulları bəxş etdi, bizə həyat bəxş etdi, dövlət bəxş etdi. Gələcək nəsil üçün yol açdılar. Balacalarımız var, böyüklərimiz var. Onlar üçün, yaşamaq üçün canlarından keçdilər. Bu az iş deyil. İnşallah yolunuz düşər Kəlbəzərə. Kəlbəzərdə elə bir Sovetin dövründə mən 3 il orada iş yerinə əməyə göndərmişdim. Elə bir mənzərə var ki, elə bir orada yüksəklik var ki, elə bir çay var ki, isti su.
Kəlbəcərin isti su. O isti sudan Karlova Varada var, Çekoslovakya'da. Başka bir dünyanın hiç yerinde yoktu. İmkan olur Allah korusa hamımızdan birimizden. Kim gelir, bakar görer ki orada güllü çiçekli dağlar var. İndi tikinti gelir. O tikintini kimin hesabınadır tikilir? Bəli. O tikintiler hamısı şehirlerin hesabına. Şehit olmasaydı biz de yok idi. Ben fəxr edirəm şəhidlərimlə. Analarım qarşısında mən baş ağıram ki, bu şəhidlərin anaları böyük hissiyyətlə onları ancaq və ancaq ruhlarını, hayallarını sevinclə yaşatsınlar. Onlar inciməsinlər. Onlara heyfsləmək olmaz. Onlar arkasına heyfsləmək olar. Onlar bizdən inciyirlər onların heyfsiləndə. Yine onları həmişə xatirələrdə yaşadaq. Xatirələrimizdə yaşasın. Bu hamısına vacib eten bu lazımdır. Onlar bizi görürler. Mütləq görürler. Bu inanın. Ama biz onları göre bilmiyoruz. Onlar cennet bağında gəzirlər onlar. Bunu ben demirəm, bunu tanırım deyir. Ben bu yüzümüzde bugünkü bayramı da hamınızı təbrik edirəm. Çok sağ olun ki, bu günləri bura gəldiyiniz üçün sizə minnətdaram. Elvinin iş yoldaşları buradadır. Hamısı bir nəfərə kimi buradadılar. 5 ildir üstündən keçib, 5 ildir onlar bizim qapımıza da gəlib asırlar, burada da gəlirlər. Mən 80 yaşında bir babayam, belə bir kampanya görməmişəm. Mən onlara da minnətdarlıq edirəm. Onlara çok sağ ol deyirəm. Gəlirlər, yoxlayırlar. Mənə də, ailəm üzümlərə də təkan verirlər. Mənə təkan lazım görmüşəm həyatı. Hər şey görmüşəm ki, gələn getməlidir. Hansı yolla? Allah bilir. Çok sağ olun ki, bura gəlmişsiniz. Çok sağ olun. Sizlə fəxr edirəm. Allah qanı şəhidlərimizə rəhmət eləsin. Amin. Daha ne diyebilirim? Çok sağ olun. Böyle en güzel sözleri dediniz, en güzel cümleleri vurguladınız. Yani şahitlerimiz sizin sözünüze de bir elave verim ki, Elbinin timsalında burada, bu torpaqda, burada uyuyan şəhidlərimiz için bütün Azərbaycan şəhidləri eyni zamanda bizim namusumuzu özümüzə qaytardı, Bəli. qeyrətimizi özümüzə qaytardı. Bugün onlar gənc yaşlarında öz həyatlarını qurban verdilər. Amma biz için böyle bir həyat məktəbi qoydular, biz için böyle bir həyat dərsliyi qoydular, getdilər ki, biz bugün böyük fəxrlə, qürur hissi ilə, onları yad eləməklə yanaşı eyni zamanda da bütün tədbirlərdə, toplantılarda, istər belə günlərdə, istər əlamətdar günlərdə həmin onların keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından, igidliklərindən, yəni böyük fəxarət hissi ilə, coşqu ilə danışa bilirik, göstərə bilirik. İstəyirsə daxildə olsun, istəyirsə xaricdə olsun, mənfur düşmənin bir nümayəndəsinə yaxına gələndə bizim artıq alnımız açıqdır. Başımız dikdir. Biz bugün gənc yaşlarında öz həyatlarını qurban vermiş, bugünkü gün bu şəhidlərə borcluyuq. Həmin o qürurla gəzməyimizə görə o şəhidlərə borcluyuq. O şəhidləri yetişdirən valideynlərə borcluyuq. Biz onların qarşısında, şəhid ailələrin qarşısında, şəhid ailə üzvlərinin qarşısında, hamısının qarşısında baş əyirik. Allah'tan can sağlığı dilirik. Başka kiminsə çıxış eləmək üçün əlavəsi yoxdursa, var. Çox gözəl. Döyüş yoldaşları da iştirak edir bu tədbirimizdə. Mən istəyirəm sözü verərdim. Buyurun. Valla bütün tədbir iştirakçılarına salam verirəm. Analarımızın, atalarımızın qarşısına baş edirəm. Allah hər birinə sağlam ömür qismət eləsin. Allah səbir versin. Amin. Onların övladları bizlərlə eyni cəbhədə, fərqli bölgədə olsa da, yəni həqiqətən hər birimiz bir amal uğrunda döyüşmüşük. Yəni Elvin bizdən bir yerdə olub, bir yerdə döyüşür. Vətən üçün, torpaq üçün şəhid olub. Elvinlə bərabər onun üç qardaşı da onun yanında həmin gecə şəhid olub. Bütün yaxşı sözlər onlar üçün deyilir. Beşilərimizdə deyilir, daimdə deyilir. Allah sizə səbir versin. Allah dödür versin. Müharibəni yaşayan bilər.
şəhidi də şəhid anası bilər, şəhid atası bilər. Xalq da onlara dəstək olmalıdır. Biz də onlarla bir yerdə. Çünki o çətinlikləri kənardan nə qədər dəstək olunsa da o çətinlikləri siz başa düşürsünüz. Bir şəhid anası olaraq, bir şəhid atası olaraq. Qazilərin də, veteranların da, nə müharibə iştirakçıları, onlar da özünə məxsus çətinliklər çəkiblər. Vətən üçün, torpaq üçün. Həqiqətən, yəni orada iştirak eləmək cəsarət istəyir, orada iştirak eləmək ürək istəyir, vətənpərvərlik istəyir, igidlik istəyir. Ona görə də onları bugünkü gün cəmiyyətdə başa düşmək lazımdır. Ola bilər ki, müəyyən qazilər də olar, müharibə iştirakçıları da olar. O az bir faizdir. Ya ona görə bütün qazilərə ya müharibə iştirakçılarına eyni baxmaq lazım deyil. Cəmiyyətdə elə bir fikir formalaşır və mən istəmərəm. Şəxsən öz adımdan istəmirəm. Çünki bizdə də ruh düşkünlüyü yaranır. İstəmirik ki, yəni o cürə baxılsın ki, qazi getdi bu işi gördü, qazi getdi o işi gördü, qazilər belə elədi. Yəni biz hamımız bugünkü gün şahidiyik. Yəni olan reallıqdır, olan bir şeylərdir. Yəni mən də şəxsən öz adımdan indi burada qardaşımızın tədbiridir. İştirak edirik. Öz adımdan deyirəm ki, nə şəhid ailələri haqqında, nə qazilər haqqında o cürə düşüncəyə düşmək lazımdır. Çünki cəmiyyətimizin hər fərdinin, yəni hər vəzifə daşıyanın pisi yaxşısı var. Onun üçün bunun içində də bir az faizdir, olur. O da insanlarda mənfi fikir yaratmasın. Çox sağ olun, diqqətiniz üçün minnətdarım. Allah çox səbir versin. Elvinin hər zaman yanında, cismən və ruhən yanında. Bugünkü günə kimi həmin günü bizi oktyabr ayının 14-ü dəniz səviyyəsindən 2200 metr yüksəlində döyüşdü. 18 nəfərdən 48 nəfərin üstünə gelmişdi. 7 saatın içində 357 post almışdı. Həmin bugünkü gündən qardaşımızın mövlud gündür, amma oktyabr 14-ü şəhadət günü idi. Cəsur döyüşdü. Son damlasına, son qanıyla. Həmçinin eyni vaxtda yaralandıq. Elvinlə. Mən onların çox elə şeylər var ki, danışılası deyil. Yəni şükür Allaha ki, bugünkü günə mən fəxr edirəm ki, Elvin kimi qardaşlarım, şəhidlərimizin yanında döyüşmüşük. Bizim fəxrimizdir. Bugünkü gündə qazinin sağ-salamat bura gəlməyi, veteranın hamısı şəhidin sahəsindədir. Çünki onlar özlərini sipər etdilər. Allah şəhidlərimizə ruhunu şad eləsin və qanımıza yerilsin. Allah şəhidlərimizə xatir günahlarımızı bağışlasın. Amin. Daima şəhidlərimizin yanında cismən və ruhən son nəfəsimə kimi hazırıq. Allah rəhmət etsin. Çox sağ olun. Başqa yoxdur kimsə danışmaq istəyir. Çox sağ olun. Döyüş yoldaşlar da qeyd elədilər. Elə danışıqlarından da bilindir. Biz də bilirik ki, danışmaq bu gün onlar üçün çox ağırlıdır, acılıdır. Amma elə mən bir cümləsindən fikir verdim ki, 18 nəfərlə 48 nəfərin üzərinə getmək, bunun özü elə qeyri-bərabər şəraitdə demək ki, gediblərsə, nə boyda qəhrəmanlıq göstəriblər, yəni onu belə biz sözlərlə bəlkə də təsəvvür edə bilmərik. Yəni bu oğlanlarımız, bu soydaşlarımız, bu qəhrəmanlarımız biliblər ki, həyatları bahasına başa gələcək, ölümləri belə olacaq. Bu yolun sonunda ölüm var, geri çəkilməyiblər. Düşmənin üzərinə mətincəsinə, igidcəsinə gediblər. Bir daha mən bütün şəhidlərimizə, elmin timsalına Allahdan rəhmət diləyirəm, ailə üzvlərinə səbir diləyirəm və sözü verirəm Şirvan şəhərinin axundu Hacı Əbəzə. Buyurun Hacı. Allah şəhidlərimizə rəhmət eləsin. Allah səbr versin hamıya, əzizlərinə, ailə üzvlərinə. Bu günləri Qurban bayramıdır. Əziz gündür. Bizim elin adəti həmişə Novruz bayramında, ondan sonra Fitil bayramında, Qurban bayramında el qəbirstanlığına gedərlər. Hələ öz dünyasında yaşayan əzizlərin yad edirlər. Bu illəri də həmişə gəlirlər. Onsuz da məsələn bu il ad günü mərhum Elvinin bura bu günə təsadüf etməsə də hamı bilir ki, şəhid valideynləri bütün bayramlarda hamısında bu xiyabanı ziyarət edirlər. Bu illəri bir qədər də toplum şəkildə olmağı da ilə mərhumun ad gününün Qurban bayramına təsadüf edilməkdir ki, yəni biz şəhidlərimizi ümumi formada hamısını ziyarət edirik. Allah hamısına rəhmət eləsin. Allah yenə də səbr versin. Bir
məsələ deyil. Mən yəni bu Qurban Bayramı ilə bağlı Qurban Bayramı Zilhiccə ayı deyirlər bizim müsəlman təqvimində. Zilhiccə ayının 10-unda həmişə qurban kəsilər. Məkkədə, başqa yerlərdə. Məhərrəm ayının 10-unda isə başqa qurbanlar var. O qurbanlar Aşura qurbanlarıdır. Şəhidlərdirlər. İmam Hüseyn gəlmişdi Məkkəyə. Mədinədə yaşayırdı. Mədinə şəhərində Allah hamımıza gələn həccə getməyə qismət eləsin. Mədinə şəhərindən Məkkə şəhərinə köçüb gəlir. Orada da baxır ki, cəmaat arasında ixtişaş salacaqlar bəzi zalimlar. Ona görə, yəni ayın 10-undan qabaq, Zilhiccə ayın 10-undan 2 gün qabaq, yəni İsrağanki günə təsadüf eləyirdi o bu müsəlman təqvimi hər il gəzirdə 10 gün 10 gün. Qurbanların kəsir çıxmaq istəyir, qabağın kəsirlər, deyirlər ki, ay imam hara gedirsən, bütün dünya yığılıb Kəbəyə gəlir, həccə gəlir. Qurbanlar gətirirlər. Ondan sonra Kəbə evin ziyarətinə gəlirlər. Sən amma 2 gün qalıb elə qurbana çıxırsan buradan. Dedim mənim də qurbanlarım var, aparıram bunları Məhərrəm ayının 10-unda onlar Kərbəlada onlar qurbanlıq olacaqlar, şəhid olacaqlar. Yəni bir iftixarla, bir həvəslə yığır o cavanları ətrafına ki, həm qan düşməsin orada. İstəyirdilər ki, orada qan salsınlar, xeyli insanlar qırsınlar. İmam bunu nəzərə alıb çıxır ki, orada qan düşməsin, həm cəmaat rahat ziyarətini eləsinlər. Amma ikinci əsas məqsəd budur ki, yəni qarşıda bizim bir ayın 10-u da var, o ayın 10-u da Məhərrəm ayının 10-udur ki, biz də aparırıq onları orada qurbanlarımızı kəsməyə, yəni şəhidlər də işarə edir. Ona görə bu şəhidlərin ehtiramı Allah yanında əzizdir. Peyğəmbər, din, el, oba, tarixdə həmişə bunlar əziz olub qalıblar. Bunlar heç vaxt yaddan çıxmayacaq. Mən bir misal deyim, yəni buna görə ki, niyə yaddan çıxmırlar? Əgər şəhidlər yaddan çıxsaydı, çıxmalı bir məsələ olsaydı, 14 əsr bundan qabaq olan şəhidlər yaddan çıxardı. Bu xalq heç vaxt şəhidləri yaddan çıxartmayıb, əksinə biraz da, necə deyərlər, şəhidlərin xatirəsinə diqqətlə yanaşıblar. Allah yenə də ruhları şaddır. Bugünkü gündə özə bir şey də deyim, Qurban Bayramı, Fitir Bayramı, bugünkü günlərdə dünyasını dəyişən insanlar hamısı, onların qəbr üstə gələnlərin hamısını bilirlər. Kim gəlib bir dənə. İstər valideyn, istər övlad, istər qohum-əqraba, dost-aşna hamısını. Onlar da bu günləri o babanı yaşayırlar və bizim də bura əzizlərinin də, mərhumların, istər şəhidlər ya qeyri-insanlar ki, dünyasını dəyişib, onların gəlməyinə çox böyük, onların elədiyi bayrama 5 qat, 10 qat, 100 qat bir qədər də xoş əhval, artıq xoş əhval bağışlayır. Yəni onlar bu günləri bizdən də artıq necə deyərlər, bir toplum şəklində onların ziyarətə gələnləri yad eləyib, onlara gələnlərə də onlar Allah yanında dua edirlər. Allah onlara rəhmət eləsin. Allah Taala erməniləri zəll eləsin. Allah Taala bu gündə nə qədər hərbi xidmətdə olan əsgərlərimiz var, zabitlərimiz var ordumuzda, hamısını Allah qorusun. Allah dünyaya əmin-amanlıq nəsib eləsin. Dünya çox pis vəziyyət keçirdi. Allah o şərxatanı bizim ölkəmizdən, xalqımızdan kənar eləsin inşallah. İkinci bir məsələ də demək istəyirəm ki, bu günləri bayaq dediyimiz kimi Qurban Bayramı olduğu üçün mərhumun ad günü təsadüf eləyib Qurban Bayramına. Məsləhət oldu İsfağan Nizatçildə, Allah rəhmət eləsin hamısına, Nizata da bütün şəhidlərimizə də məsləhət elədik ki, bugün bayrama düşdüyünə görə qəbri ziyarət eləyək, ondan sonra da tədbir yəni burada qutaraq, yekunlaşdıraq. Da məsələn elə mən elə təklifi də mən verdim, əgər bir başqa bir pis mənada qəbul olunmursa. Amma qurban ab-havasıdır, bayram ab-havasıdır. Ziyarət elə, yenə hamı getsin evində, kimisə qonağı olacaq, kimisə nə bilim başqa bir tədbir olacaq. Hamı yəni hər öz evində bu günü keçirsinlər. Daha əlavə məsləhət olmadı ki, yəni bir təzədən bir məclis quraq, gənclər evində ya başqa yerdə. Ona görə də elə inşallah Fatihə verəndən sonra digər şəhidlərimizi ziyarət eləyək. Ondan ümumi qəbirstanlığa şəhidlərimizə Fatihə verək. Allah hamısına rəhmət eləsin. Ondan sonra hamı öz işinə inşallah davam edər. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme təqəbbəl minna bi haqqi Muhammedin və alih və bil Fatihə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد ولم يكن له كفوا أحد. Allah rahmet eylesin. Allah rahmet eylesin.